Piyada pilləkənin inşa olunmasının bir neçə üstünlükləri var. Birinci üstünlük ondan ibarətdir ki, xətlər ayrıldıqdan sonra artıq yaşıl xətt üzrə, yəni İçəri şəhər Həzi Aslanov istiqamətində gedən sərnişinlər Dərnəgöl Nizami istiqamətində və yaxud da Xətai istiqamətində hərəkət etmək istəyərkən mütləq qaydada 28 may stansiyası ilə Cəfər Cabbar arasında keçid etməlidirlər. Hal-hazırda cəmi bir piyada keçidi var bu istiqamətdə. Bütün metro sərnişinlərin 97%-i məhz bu iki xəttdən istifadə etdiyi üçün daha bir piyada keçidinin inşası çox zəruridir. Bu həm sərnişin təhlükəsi, həm də rahatlığını təmin edəcək. Funksional olaraq piyada keçidinin daha bir üstünlüyü ondan ibarət olacaq ki, hal-hazırda dayandığımız stansiya yolu bir neçə müddətdir ki, əsaslı təmir və yenidən qurmaya dayandırılıb. Piyada tuneli hazır olduqdan sonra məhz bu stansiyanın bu yolu da istifadəyə veriləcək. Yəni buradan qatarlar da gedib gəlməyə başlayacaq. Həmin dövrdə artıq qatarlarla yanaşı piyada tuneldə istifadəyə veriləcəyindən 28 may stansiyasına daxil olmaq istəyən sərnişinlər birbaşa Cəfər Cabbarlı stansiyasının hazırda dayandığımız tunelindən də istifadə edə biləcəklər.